Səncə bir müğənni çıxıb başqa bir müğənni tənqid edəndə düşünmür ki, onun da həyatda buraxdığı səhv haqqında bax 2 aydan çoxdur mənim efrimdə yoxsa mənə deyərlər. Yox, Var mı səhvin həyatda? Yox, əlbəttə ki, səhvsiz insan yoxdur. Ola bilər, yəni ola bilər yox, olub da, yəni səhvlərim hamının səhvi olur. Səni sevməyən varmı bu insan ki, sən onun Əlbəttə həyatını ki. məhv eləmirsən? Mən qətiyyəm. Kimisə gözü yaşlı Yox. qoymamısan? Yox, yox. Dəqiqdir? Dəqiqdir. Məhkəmə deyiləm, mən burada ali qurum deyiləm. Amma sən gözü yaşlı hansısa bir xanımı qoymursan mı bu həyatda? Xeyr, əsla. Bilirsən niyə Əsla. mən bu sualı sənə verirəm? Heç vaxt təsadüf işlər olmur. 8 dekabr Günel bizim efirdə olduğu müddət saat 12:39-da bizim verişimiz bitən kimi mənə TikTok'da bir yazı gəlir. Bəli, O yazı bir çox səhifələrə də gedib bilirəm. üzr istəyirəm, mən o yazını oxumayacağam. Yox, Mən bilmirəm. niyə oxumadım o yazını Günel? Mən məsuliyyət daşıyıram, niyə? Bunu yalandan da sənin adıva çıxardıb da mənə didizdirərlər və sonra sənlə mən məhkəməli olaram və mən onda qanun qarşısında sənin yanında öhdəşiliyim olar. Amma mənə maraqlı budur ki, yazan şəxs dünən gecə saat 1-in yarısı anonsu TikTok'da görəndən sonra mənə yazıb yenə. Yəni, yalnız səni görəndə yazıb bu. Tolik bəy, bilirəm söhbət kimdən və nədən gedir. O Nədəndir bu söhbət? O bir çox səhifələrə gedib. Yəni biz onu araşdırsaq, o xanım özü səhv çıxar. Yəni mən dəqiqliklə desəm, sadəcə efir söhbəti deyil. Çünki yox, mən Onda mən o xanıma deyim cəsarət varsa Yox. efirə zəng vursun. Niyə? Yox. Sən düşmanını tanımalısan. Niyə? Yox. Əgər o vursa, nömrəsi bura düşsə, sənsə bunu məhkəməyə verə bilərsən. Tolik bəy, mən vermişəm məhkəməyə verməyimə. O xanımı? Bəli, sadəcə mən ona ailəsinin dağılmamaq üçün, balaları var. Bir neçə dəfə Axı onun ailəsi şans dağılıb? vermişəm. Dağılıbsa öz səhvinin ucbatından, yəni səhvini mənim üstümə ata bilməz də. Yəni öz səhvləridir. Bax, özün açıqladın. Ailəsinin dağılmağı. Bax, biz